Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən razılaşdırılmış məsələdə İrəvanın rəsmi mövqeyi dəyişibsə, bu ölkənin suveren hüququ olaraq qalır. Lakin Ermənistan bu barədə müvafiq səviyyədə rəsmi bəyanat versəydi daha düzgün olardı. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə Rusiya tərəfi əmindir ki, qeyd olunan formatda hər tərəfli qarşılıqlı əlaqənin tezliyi ilə bərpası təkcə Cənubi Qafqazın nəqliyyat logistika sisteminin modernləşdirilməsinə və onun Avropa ilə Asiya arasında iri miqyaslı yük daşımalarına inteqrasiyasına kömək etməyəcək. Həm də Ermənistanın və bütün regionun sosial-iqtisadi inkişafına mühüm amil olacaq. Mariya Zaxarova həmçinin xatırladıb ki, üç ölkənin liderləri arasında əldə edilmiş razılaşmanın tam şəkildə həyata keçirilməsinə Qərb ölkələrinin destruktiv təsiri mane olur. Bildiyiniz kimi, həqiqətən də çox mühüm olan bu məsələnin həlli üçün 2020-2022-ci illər ərzində əldə edilmiş ən yüksək səviyyəli üç tərəfli razılaşmalara uyğun olaraq Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılması üzrə ixtisaslaşmış üç tərəfli işçi qrupu yaradılıb. Bu işçi qrup çərçivəsində qarşılıqlılıq və suverenlilik prinsipləri əsasında Ermənistan və Azərbaycan arasında nəqliyyat marşrutlarının həm hüquq əsaslarının, həm də texniki parametrlərinin razılaşdırılması istiqamətində böyük işlər görülüb. Bəli, biz Qərb ölkələrinin destruktiv təsirini görürük. Bundan başqa Ermənistan hakimiyyətinin mövqeyi bəzən hətta tez-tez bizdə suallar doğurur.